Bəzən biz ömrümüzün yarısını işləməklə keçiririk. Və fikirləşirik ki, biz çox işləməliyik ki, yaxşı yaşayaq, pulumuz çox olsun, daha da zənginləşək. Amma əslində insanlar özlərinə dincəlməyə də vaxt ayırmalıdırlar. Dincəlmək çox vacibdir. Bu zaman əgər dincəlmədən siz il boyu, hər il işləsəniz, o işlədiyiniz qazancınızı yaxşı şeylərə xərcləyə bilmirsiniz və yaxud da gözə görünmür. Çünki siz əgər dincəlməsəniz, sizin yüksək mənəvi sizin nə üçün işlədiyinizi anlaya bilmir. O fikirləşir ki, ancaq işləmək lazımdır və çox əziyyət çəkmək lazımdır və dincəlməyə sizə heç bir şans yaranmır. Amma siz dincəlib işinizi görsəniz, siz daha çox nailiyyətlər əldə edəcəksiniz. Bəli, sual çıxa bilər ki, əgər pul yoxdursa biz necə dincələk? Əsas məqsəd qoymaqdır. Məqsəd qoyursan ki, mən gələn ayki qazancımı və yaxud da ki, o qədər pulu hardasa dincəlməyə xərcləyəcəm. O vaxt Allah sizi gözləmədiyiniz yerlərdən də sizə şərait yaradır, şanslar göndərir ki, siz gedib dincələsiniz. Ona görə həm işləyin, amma təbii ki, sevdiyiniz işi görün, həm də dincəlin. Dincəlin və özünüzü dincəlməyə icazə verin.